Can sıxıcı azadlıq, kənd evi kimi özünüzün də bəyəndiyiniz, zövq aldığınız şeirləriniz var. Amma yəqin ki, ən məşhur şeiriniz Sənə məktub yazıram şeiridir. Amma özünüz də müsahibələrinizdə demişdiniz ki, bu şeir əslində bir təsadüfün nəticəsidir. Ramiz Rövşən kimi bir çox məşhur şairlərin də həyatında belə əsərlər var ki, təsadüf nəticəsində meydana gəlir və çox sevilir. Əslində bu oxucunun zövqü ilə şairin zövqü arasındakı uçurumdur. Siz bunu necə dəyərləndirirsiniz? Niyə var bu uçurum? Niyə şairin əslində özünü bəyənmədiyi və təsadüflə meydana gələn əsəri əslində bəlkə də şahesərinə çevrilir? Orada bir yazıcı ilə şairin oxu səviyyəsi, biz həm də oxucuyuq axı. Biz məsələn, bəlkə də hər oxucudan çox oxucuyuq. Məsələn, mən hər oxucumdan əminəm ki, çox kitab oxuyuram. Nə olsun ki, mən həm də kitab yazıram. Bizim oxuculuq səviyyəmizlə, məsələn, o şeirin oxuyan oxucunun ədəbi səviyyəsi, mütaliə genişliyi, mütaliə zənginliyi arasında uçurum orada var yazıçılar, şairlər arasında. Çünki onlar bilirlər ki, mən o şeirdən istəsəm gündə 20 dənə yazarım. Yəni, mənim tanıyan şair və yazıçılar, mən məsələn onların arasında heç vaxt o şeirin adını çəkmirəm. Ki, mənim belə bir şeirim var. Hətta mənim indi bu yaxınlarda şeir kitabım çap olunacaq. Mən o şeiri o kitaba salmamışım. Və müsahibələrin birində də demişdim ki, mən o şeiri öz oxucularıma hədiyyə edirəm. Heç vaxt da incimərəm. İstənilən oxucum götürsün o şeiri, öz imzasını qoysun. İstəsə çap eləsin, istəsə sevdiyi adama göndərsin. Qətiyyən mən onu xalqa hədiyyə eləmişəm o şeiri.